Yaxşısı budur da xoş gördük. Saçın forması və rəngi daxili dünyanızın səssiz dilidir. Bəzən deyirlər ki, ən böyük dəyişiklik səs-küy ilə yox, sakitcə kəsilən saçla başlayır. Elə biz də bugünkü efirimizdə 2026-nın trend kəsimləri və rənglərindən bəhs edəcəyik. Maraqlıdırsa, diqqətiniz bizdə olsun. Saç kəsimlərinin tarixi neçənci illərə təsadüf edir? Bu ilin ən trend kəsim modeli hansıdır? Hansı saç düzümü sahibinin daha azad və sözünü deməkdən çəkinməyən xanım olduğunu bildirir? Saçların boyanmasının tarixi neçənci illərə təsadüf edir? İlk boyalar nədən hazırlanıb? Trend saç rəngləri hansılardır? Saçlara uyğun makiyaj necə olmalıdır? Hansı vizaj növləri artıq bu ilin dəbindən düşüb? Əməkdar artist Elza Seyidcahan niyə fərqli saç düzümləri ilə səhnədə olmağı sevir? Az sonra yaxşısı budur da. Min illər boyu saç insanın kimliyini göstərib. Qədim dövrlərdə uzun və güclü saç hakimiyyət və status idi. Orta əsrlərdə isə saç gizlədilib, çünki təvazökarlıq ön plana çıxıb. 1920-ci illərdə qadınlar saçlarını qısaldıb. Bu sadəcə stil deyildi, azadlıq idi. Tədqiqatlar göstərir ki, daranmaq insan üçün ən təbii bəzək növüdür. Bilin ki, ilk daraqlar mamutların sümüklərindən istifadə edilərək hazırlanıb. Saçlar insanın vizit kartıdır. Bizlər danışmamışdan əvvəl saçlarımız danışır. Saçlarımızın kesimləri ortalama təxminən 3000 yıl əvvəlinə dayanır. Bugünkü gündə teknolojik olarak birçok aparatları kullanarak çok daha farklı modellere sahibik. Ancak evveller bu belə olmayıb. Ancak imkanlı olan insanlar farklı peruklar ve müəyyən saç takıları kullanırmış. Kölələr isə bir müəyyən belirli bir model kullanırmış. Kare bir sabit saç. 2026 dövründe biz çok daha teknolojik, çok daha modern, çok daha şekilli saç modellerine sahibik. Eramızdan əvvəl 3000-ci illərdə saç kəstirmək sadəcə estetik görüntü üçün deyildi. Bu həm təmizlik, həm də sosial statusun göstəricisi idi. Maraqlıdır ki, ilk saç ustaları da məhz həmin dövrlərdə yaranıb və bu peşəyə xüsusi hörmət var idi. İddia edilir ki, ilk dəfə buruq saçlar qədim Misirlilər tərəfindən ixtira edilib. Misirin yerli zadəgan xanımları əsasən təbii saçlardan və ya yun saplardan hörülmüş pariklərdən də istifadə edirdilər. Ölkənin gözəl xanımları öz saçlarını təmiz qırxıb parik taxırdılar. Parik nə qədər cahcalallı, yumşaq yundan və həcmli olsa, sahibəsinin bir o qədər yuxarı təbəqənin adam olduğunu deyirdi. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Dünya tarixində öz statusunu saç düzümləri ilə əks etdirən Versal sarayının xanımı Maria Antoinette olub. O, atributların hesabına hündürlüyü 90 santimetrə çatan saç düzümlərinə imza atıb. Belə saç düzümləri bir günə hazırlanırdı. Onu hazırlamaq üçün günlərlə iş gedirdi. Dəbin kübar qurbanı narahat yastıqlarda yatırdı ki, saçları dağılmasın. Həmin dövrlərdə saray xanımları arasında rəqabət çox böyük idi. Eyni görünmək məğlubiyyət sayılırdı. Ən ironik məqam isə sondadır. Həyatının son dövrlərində Maria Antoinette bütün bu dəbdəbədən imtina edib sadə saç düzümünə keçib. Sanki tarix ona gec də olsa bir həqiqəti göstərib. Bəzən ən güclü mesaj sadəlikdə gizlənib. Bu il saç kəsimlərində əsas trend təbiilikdir. Artıq sərt, donuq formalar yerini yumşaq keçidlərə verib. Layer, yəni qatlı kəsimlər yenidən zirvədədir. Bu kəsim saçlara həm həcm verir, həm də daha dinamik görünüş yaradır. 2026. Yılda saç kesim modelleri biraz daha farklı modeller gösterildi. Biraz daha katlı, hacimli, kabarık saçlardı. Ondan evvel ise yine katlı saçlardı ancak orada biraz perçem, kakül, tellerimiz biraz farklıydı. Ancak bugünkü günde tellerimiz biraz daha kelebek havasında ikiye ayrılan havalı, modern bir katlı saç.
Bugünkü günde daha çok talep olunan saçlar bunlardır. Uzun saçlarından vazgeçmek istemeyen insanlar için genelde evvelinde biz böyle birkaç modeller elbette ki onlar için sunuruz. Ancak biraz yüz hatlarıyla bağlı onların gündelik iş hayatlarına ve gündelik yaşamlarına uygun olan modelleri seçirik. Burada toplayıp çıkabilecekleri ya da saçları yuyandan sonra en asal hansı modeller kullanabilirler. Öncelikle bunun üzerinde kişinin öz hayatına uygun modeller seçirik. Müasir bob kəsimi də 2026-cı ilin ən sevilən modellərindən biridir. Amma bu klassik bob deyil, daha sərbəst, biraz asimetrik formadadır. Bob kare kesimleri birçok növü vardır. Kare bizote kesimler vardır, 90 derecelik kesimler vardır ve 135 derece, 160 dereceye kadar çıkar kare boblar. Burada ancak insanın altın oranı uygundursa eğer ona uygun boyun mesafesine, çiğinlerine, uzun beden uzunluğuna uygun olan kare olan saçların içerisindeki növlerden birini seçeriz ki kişinin öz kuruluşuna uygun olan. Evveller böyle bir şey vardı. Genel olarak ortalama belirli bir yaşın üzerinde olan insanlarımız bunları asanlıkla kullanabildikleri için bunu isteyirdiler. Ancak dönem değişti, dövür değişti ve bugünkü günde çok cavan kızlarımız, gençlerimiz bakırıq ki herden çok daha kısa, hacimli, hareketli saçlar kullanabilirler. Ona göre de burada saç modellerinin herhangi bir yaşa dahli yoktur ya da ayrımı yok. Model seçiminde önce yüz kuruluşumuzu tanımalıyız ve karakterimizi tanımalıyız. Çünkü saçlar bizim DNA'larımızı taşıyan en önemli unsurlardan biridir. Genel olarak saçlar bütün enerjimizin var olduğu, bütün her şeyi hissettiğimiz noktalardan biridir. Burada herden salonda ustalarınızdan ya da herhangi bir imaj maker'dan destek alabilirsiniz. Saç boyamaq bugün sadə bir proses kimi görünsə də, əslində tarixə baxanda görürük ki, xanımların kimliyini, statusunu, hətta üsyanını ifadə edən çox güclü bir vasitə olub. Saç boyanması tahminen ortalama 1500. illere kadar dayanır. Milattan önce geldiğimiz Mısır dövrüne kadar dayanır. O dönemlerde insanlar özellikle fərqlənmək, seçilmek amacıyla saçlarını özellikle goz qabığı, çay denleri vesaire gibi təbii yollarla elde ettikleri maddelerle saçlarını renkləyirlərdi. Ancak dövrümüzde bunlar tamamen teknoloji değiştiğine göre, daha farklı teknolojiler yarandığına göre farklı amonyaklar elde edilerek bugünkü günde daha farklı renklere ulaşılabiliyor. Daha zengin, daha farklı hale gelebildiler. Kınanın tarihi biraz daha İranlılara kadar gidiyor. İranlılar daha çok bunları istifade edipler. O dönemlerde kadınlarda, kişilerde daha çok kestane, şabalık renklerini bu yollarla elde edip. Bugünkü günde de hakikaten de kişiler ve kadınlar arasında hiçbir fark yaranmaksızın her iki cinsle bu tekniklerden istifade edirler. Bütün boya istifade qaydalarında her şekilde kişiye bu işlem uygulanmamıştan evvel mütlak şekilde analiz yapılmalıdır. Ya kulak arkasında ya kolun içerisinde herhangi bir yerde bu analiz yapılıp kişinin herhangi bir alerjisi var mı yok mu? Bunu öğrenmemişten mütlak şekilde bu ürünler kullanılmamalı. Çünkü o dövrde kullanılan ürünlerin her biri doğal tabii yollarla elde edilirdi. Ancak bugünkü günde bunların her biri kimyevi maddelerle elde olunur. Ona göre de bugünkü günde kadınlar veya kişiler farkı yok. Boya yapmamıştan evvel mütlak şekilde analiz yapılmalıdır. 2026-cı ildə rəng trendləri iki istiqamətdə inkişaf edir. Təbii lüks və cəsarətli fərdilik. Her bir insanın özüne mahsus renk tabiatı vardır. Renk analizi yapılmalıdır. Doğal olarak bu renkleri son dönemlerde insanlar ağlara göre yapırlar. Ancak rengi genel vücut yapımıza, ten rengimize uygun şekilde biz seçmeliyiz. Gözlerimizin renginden, kaşlarımızın renginden, ten rengimizden seçerek vücudumuzla eynileştirebilir, daha tabii renkler elde edebiliriz. Genel olarak insanlar daha farklı göstermek istedikleri için ikili renkler seçirler. Daha çok sarı ve golda, altına, kızıla giden renkler seçirler. Ancak bazı hususlarda biraz yanlış seçkiler edirler. Çünkü ten renklerinden, özlerinden uzak renkler alırlar. Bununla ilgili doğru saç ustaları, doğru salonlar ve doğru analiz yapan insanlara ulaşmaları gereklidir. Cəsarətli seçim sevənlər üçün pastel çalarlar, lavanda, açıq çəhrayı, buz mavisi
və soyuq platin sarılar trenddə qalır. Amma burada əsas qayda budur. Rəng saçla mübarizə aparmamalıdır. Onunla harmoniyada olmalıdır. Bazen müşteri hansısa bir modeli rengi isteyebilir. Bu öz karakteriyle bağlı olabilir. Yani özünde taşkınlık yaşayarak marjinal bir insan olarak özünü adlandırır ve farklı renkler ister. Ancak burada biz bunu müşterinin isteğine göre yok. Elbette ki biraz daha ona uygun hale getirmek durumunda hareket edirik. Burada genellikle insanlar farklı renkleri isterler çünkü marjinal görünmek, farklı görünmek, insanların içerisinde seçilmek, farklı saç renkleriyle de kendilerini biraz daha yukarı kaldırmak isterler, enerjilerini. Özellikle saçlar günümüzde yani en önemli noktalardan biridir. Bütün her şeyin hazır olduğunu düşünün. Saçınız hazır değilse buradan neyse bir narahatçılık yaranacaktır. Ona göre de saç renklerimiz bizimle uygun hale gelmelidir. Psikolojimizin en temel kilit noktasıdır. Ona göre de burada müşteriler, insanlar zira farklı renkler isteyebilirler çünkü öz içlerinde yaşadıkları o gerçek karakterle buluşmak istiyorlar. Her şeyden evvel burada bir kalıp var. Her bir insanın boy ve oranına uygun şekilde altın oranın dışına çıkmamak kaydıyla burada her bir şeyi elemek mümkündür. Ancak öz insanın istediği modellerin dışında bu insanın altın oranını belirleyip renk analizini yapıp ona uygun kesim modelini ya da rengi belirleyip ondan sonra ortaya çıkarılmalıdır. Yani renk analizi yapmadan, altın oranı belirlemeden herhangi bir modeli ya da kesimi yaparsak sonrasında müşteri herhangi bir narahatçılık yaşayabilir. Bunu daha modern, daha zevkli hale getirebilmek için doğru ustanı seçmek, doğru renkler, doğru modeller, doğru analiz gerçekten sizin için çok daha iyi olacaktır. Saç kəsimi ilə vizajın uyğunluğu sadəcə gözəllik məsələsi deyil. Çünki ən dəbli saç kəsimi, ən bahalı makyaj bir-birinə uyğun gəlmirsə, o zaman öz effektini itirə bilər. Mövzumuz əgər 2026-cı ilin saç dəbidirsə, saç dəbini də tamamlayan xanımların vizajı olmalıdır. Ona görə də bu sahədə işinin peşəkarı olan Zeynəb xanıma baş vurduq. Xoş gördüm sizi Zeynəb xanım. Xoş gördüm Günel xanım. Yaxşısı budur izləyicilərini salamlayıram. Çox gözəl bir mövzuya toxundunuz. Bugünkü gün ən aktual mövzulardan biridir. Saç və makyaj hər ikisi bir-birini tamamlayır və ən əsası makyaj və saç bir-birinə uyğun olmalıdır deyə düşünürəm. Və xanımlar da buna diqqət etməlidir ki, saç yığımına görə makyajı mütləq dərəcədə dəyişdirmək lazımdır. Saçlar daha abartılı şəkildə olduqda daha biraz soft makyaj etmək lazımdır. 2026-cı ilin ən dəbli makyajı deyildikdə soft makyaj ağla gəlir. Yəni fresh, təbii görüntü, əsasən parlaqlıq. Yəni müştərilər bizə yaxınlaşdıqda biz onlara ən çox bu ilə görə, yəni deyirlər ki, ən dəbli olan makyaj hansıdır? İstər saç düzümünə görə, istər xanımın istəyinə görə dəyişirik makyajları, lakin bugünkü ilin dəbinə görə ən təbii görüntü parıltılı effekti, yəni üz daha çox parıllamalıdır, yumşaq görünməlidir, soft və təmiz görsənməlidir. Deməli, xanımın gözləri aşağı baxdığına görə xanıma yüngül qəhvəyə tonlarda işləmişik və get-gedə tündləşdirmişik. Çünki bu xanıma liner çəksək, gözlər aşağı olduğuna görə daha da aşağı görsənə bilər. Ona görə xanıma yüngül nude tonlardan istifadə etmişik ki, çox abartı olmasın. Çünki xanımın saçları kare və buruqdur. Buruq olduqda saçlar abartılı olduğu halda üzdə daha yumşaq olmalıdır. Yəni havalıdırsa saç, üz artıq hərəkətli olmamalıdır. Saç artıq hərəkətlidir. Ona görə xanıma ənlikdən, çəhrayı tonlardan istifadə etmişəm ki, üzə yumşaqlıq versin və highlighter parlaqlıq vermişəm ki, xanıma ən çox yan hissəsi açıq olduğuna görə profili daha öndə olsun. Bəzən olur ki, bəli, müştərilərimiz istəyir ki, daha iri kipriklər olsun, yəni çox makyajlar olsun. Biz yəni müştərinin istəyinə görə onu dəyişdiririk təbii ki. Səhər məsəl üçün yekə kipriklərlə çölə çıxmaq məncə bir o qədər də yaxşı fikir deyil. Amma gecə bir tədbirə getdikdə, bir axşam yeməyinə, şam yeməyinə getdikdə məncə makyajımız daha elegant, daha çarpıcı olmalıdır deyə düşünürəm. Çox təəssüf ki, kiprik qaynaqları bunlar bizim işimizə biraz çətinlik yaradır. Çünki biz makyaj etdikdə, göz üstü teni yəni istifadə etdikdə o kipriyin diblərinə dolur və ya zəlləri istifadə etdikdə kipriklərdə yapışır qalır və onu təmizləmək biraz çətin
çətin olur. Əsasən də mən buradan xanımlara demək istəyirəm ki, əgər sizin özəl gününüzdürsə, nişanınızsa, toyunuzsa qətiyyən kiprikdən istifadə etməyin. Yəni biz zaten o makyaja uyğun kipriklərdən, təbii kipriklərdən istifadə edirik. Yəni heç öz kipriklərini belə bəli, müvəqqəti bir günlük kipriklərdən istifadə edirik və o heç qətiyyən öz kipriklərindən seçilmir. Ona görə də mən də düşünürəm ki, xanımlar elə qaynaqlara da elə üstünlük verməsələr yaxşıdır. Bəli. Bir də xanımlar əsasən hansı ənlik tonlarından istifadə etsə yaxşıdır? Sarı saçı olan xanımlar və tünd saçı olan xanımlar. Deməli, sarı saçlı olan xanımlar daha çox şaftalı tonlardan istifadə edirlər. Yəni edirlər və mən də onları xanımlara daha üzlərini yumşaq hala gətirir. Çünki sarı həmişə baxım istəyir, həmişə makyaj istəyir. Yəni qəşəng, fresh görüntü olmalıdır. Tünd saçlı xanımlar əsasən bronz istifadə edirlər. Biraz daha çox qəhvəyi tonlarda, daha ondan da tünd tonlarda istifadə edirlər. Onlar daha çox elegant görsənməyi sevirlər. Çünki tündlüyü onlara başqa bir özgüvən verir. Amma sarışın xanımlar daha belə şirin xanımlar olur. Onlar daha çox şaftalı tonlardan, çəhrayı tonlardan istifadə edirlər. Uzun düz ukladkalı olan xanımlara məsləhət görərdim ki, gözlərdə yüngül tonlar olsun, dodaqlarına yüngül bir parıltı versinlər. Yəni çox ağır makyajdan istifadə etməsinlər. Çünki saçlar zaten gündəlik bir saçlardır. Yəqin ki, gündəlik bir yerə gedirlər. Yəni gündəlik istifadədə çox abartılı makyajı məsləhət görmürəm. Yığım olanda əgər saçlarda, yuxarıdan dar yığım olanda və ya aşağıdan topuz olduqda o elegant görüntü verir. Elegant görüntüdə zaten makyaj artıq ağır olmalıdır, biraz çəkici olmalı, daha çox axşam üstünlüyü verir. Yəni gündəlik o cür yığımlar olmur. Axşam yeməyi mi deyimsə, axşam tədbirlər mi deyim, ona daha əlverişlidir və onda makyaj daha iddialı olmalıdır. Və bir də kare küt kəsimlər, çolkalı xanımlar, ən çox gözlərdə yumuşaqlıq, çox nazik bir layner, dodaqlarında abartmalıdır, dodaqları önə çıxarmalıdırlar. Alın hissəsi qapalı olan xanımlar, belə deyək, telləri düşmüş xanımlar, el arasında çolka deyilir. Elə olan xanımlara ən çox dodaqlar daha çox önə çıxmalıdır. Gözlər zaten görsənmir, saç daha ön plandadır. Ona görə dodaqlara cəlb etmək lazımdır. Qırmızı tonlarda, tünd tonlardan istifadə etmək lazımdır. Yuxarı dar yığımlarda isə topuzlardan söhbət gedir. Onlarda isə artıq üst xətləri daha önə çıxmalıdır, parıltı çox olmalıdır. Gözlərdə artıq nude tonlarda və layner, iri layner olmalıdır ki, artıq bu hissə daha öndədir. Ona görə də ən mütləq kontur hissəsidir. Kontur hissə yaxşı və sərt şəkildə işlənməlidir. Düşünürəm ki, Zeynəb xanım, xanımları maraqlandıran bir sual da bu olacaq ki, 2026-da artıq dəbdən düşmüş makyaj forması hansıdır? Artıq deyərdim ki, keçən ildən bəri dəbdən düşən makyajlardan biri zəlli makyajlardır. Çox aşırı zəlli. Artıq indi elə bir zəllər var ki, o qədər təbii gözəl görsən ki, işıq verdikdə gözəl görsənir onlar. İşıq effekti verir. Bəli, çox gözəl görsənir. O sıx olan zəllər artıq dəbdə deyil deyə düşünürəm. Çünki onlar yaxşı görsənmir və çox görsənir və çox abartılı tenin üstünə layner bəyənmirəm. Ya göz üstünə çox həfif bir kölgə vermək lazımdır, layner çəkmək lazımdır. Çox ten vurub üstündən qalın bir layner yaxşı görsənmir. Və dodaqlar, dodaq və göz ikisi bir yerdə abartı olduqda yaxşı görsənmir. Amma təəssüf ki, hələ də istəyən xanımlarımız var. O cür makyajları bəli, həm dodaqda istəyirlər odak olsun, həm gözdə istəyirlər odak olsun. Yəni o da bizim müştərilərə edirik, məcburuq buna. Deməli, göz üstündə zəllər məsləhət görmürəm, çox aşırı zəllər məsləhət görmürəm. Gözünüz əgər göz önündədirsə, dodaqlara yüngül bir bleks çəkə bilərsiniz və ya dodaqlarınız göz önündədirsə, gözlərinizə həfif bir ton verə bilərsiniz. Deməli, o da müştərilərimizin istəyinə görə dəyişir. Mən ən çox mat tonlardan istifadə etməyi xoşlayıram, amma çox matlaşan boyalardan istifadə etmirəm. Baxın, xanımın dodağında həm matlıq var, həm parıltı var. Bu cür boyalardan yüngül təbii görüntü verir. Bəli, mən bu cür boyalardan dodaq boyalarından istifadə edirəm. Çox mat olan boyalar artıq dodaqda çatlama verir və o da gün axırına qədər getmir, yaxşı görsənmir. Ona görə də belə bu cür parıltı vermək daha məsləhətlidir. Bəs gündəlik makyajda əsasən xanımlar pudradan, yoxsa sizə görə tonal kremlərdən istifadə etmələri məsləhətdir? Çünki tonal krem mən bildiyim qədərilə ağır bir makyaj belə deyək də məhsullarından biridir. Bəs siz nə məsləhət görürsünüz? Mən əslində məsləhət görərdim ki, yağlı dərili olan xanımlar pudradan istifadə etsinlər, quru dərili olan xanımlar tonal kremdən istifadə etsinlər. Tonal kremində bəlirli bir qapacılığı var. Yəni BB kremlər ola bilər,
gözəl, yüngül, gündəliyi üçün heç üzdə seçilməyən bir tonal kremlər var. Pudranı quru dərilər istifadə etdikdə üzləri daha da qurulaşma verir və o kənardan yaxşı görüntü bəxş etmir. Ona görə mən məsləhət görərdim ki, yağlı dərilər pudranı, quru dərilər isə tonal kremdən istifadə etsinlər. Yüngül tonal kremlər yüngül nəzərdə tonal. tutursunuz. Xanımlar istəyirəm ki, həmişə dəbli olsunlar. Saçdan, makyajda həmişə bugünkü gün, bugünkü ilin hansı dəblidirsə ondan istifadə etsinlər. Çox abartmasınlar. Zaten özləri gözəldirlər. Yüngül, həfif toxunuşlar məncə yetərlidir. Əsas odur ki, baxımlı olsunlar. Bəli, bəli. Təşəkkür edirəm, var Mən sizə olasınız. təşəkkür edirəm. Çox sağ olun. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Psixoloqlar saç düzümünü dəyişən insanların bezmiş həyat hekayələrindən şuuraltı qurtulması kimi xarakterizə edir. Xanımlar depressiya anında uzun saçlarını kəsmələrini analiz edən psixoloqlar bunun doğrudan da mümkün olduğunu iddia edir. Nə vaxt ki, insan həyat tərzini dəyişmək istəyir, başqa bir imicə bürünür, o zaman yeni səhifə və yeni üslub meydana gəlir. Bu isə insanları mənəvi olaraq yenidən doğulmaqlarına inandırır. Bundan başqa tədqiqatlar göstərir ki, qısa saçlarla insanlar daha qətiyyətli və daha impulsiv olur. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında sevilən müğənnimiz, bəstəkar, əməkdar, artist Elza Seyidcahandır qonağım. Xoş gördüm sizi. Necəsiz Elza xanım? Xoş gördük. Mən də sizi salamlayıram. Əlbəttə ki, gözəl mövzularla, yeni mövzularla yenə də yəqin ki, bugün çox maraqlı bir veriliş olacaq. Siz bizim daim maraqlı mövzularımızın qonağı olmusunuz. Bugün də saçdan və vizajdan danışırıqsa, düşündük ki, elə ən gözəl qonağımız məhz siz olarsınız. Çünki ekstravagant, qeyri-adi saç düzümləri edirsiniz. Bugün də həmin günlərdən deyərdim ki, elə biridir. Bugün Elza xanımın daxili aləmi saçlarına necə yansıyıb? Saçlar ürəkdən su içir. Bu əbəs yerə deyilməyib. Biz uşaqlıqdan nənələrdən eşitmişik. Ən gözəl saç düzümü də mənim üçün gözəl hörüklər, müxtəlif şəkildə hörüklərin olması. Bir hörük olurdu, iki hörük və yaxud da arxadan toppuz kimi yığırdılar və toppuzu yuxarıdan gətirirdilər. Saçlarını ortadan ayırırdılar. Bizim gözəl sənətkarlarımıza baxanda görürsən ki, misal üçün bunlar nə gözəl saç düzümləri ediblər. Hörük demişkən bugün sizin də saçınızın arxasında hörük gördüm mən. Sümbül hörükdür. Bəli, mən sadəcə indi düzdür ekstravagant saç düzümlərinə, həm deyərdim ki, düzdür, tamaşaçılar bu saç düzümlərindən zövq alırlar, amma yəni ki, ərsiyə gətiririk. Hər səhnəyə çıxmağınız sizin üçün fərqli bir obraz rəssam deməkdir. əsəridir sanki. Hətta mənə bu yaxında Rəssamlar İttifaqının çox gözəl, mötəbər bir rəssamı dedi ki, biz istəyirik Elza Seyidcahanı Rəssamlar İttifaqına üzv götürək. Çünki onun saç düzümləri hamısı rəssamlıqdan xəbər verir. Avropa oyunlarında yadımdadır ki, mənim saç düzümümə gözəl bir məşəl yaratdılar. Leyla xanım Əhmədova modellerimiz onun işi idi. Bu çox böyük alqışlara səbəb oldu. Saç mənim sənətimin bir hissəsidir deyərdim. Bugünkü gündə mənim başımdakı bu saçdan hazırlanıb. Görürsünüz, sümbül hörüklə saç şlyapa şəklində, yəni papaq şəklində yer alıb mənim geyimimə uyğun olaraq. Saçları bu dəqiqə papaq şəklində də edirlər. Saç ustaları, saçlardan hətta böyük bir kompozisiyalar, gəmi, o saçların da hamısını bütün dünya hər bir yerində olurlarsa mənə göndərirlər. Fərqlilik gələn kimi sizə göndərirlər ki, siz deyin. Bunu siz edin, siz birinci etdiniz bunu. Bunlar sizə özləri bənzədirlər. Amma mən elə sevinirəm, fikirləşirəm, baxıram kənardan. Əlbəttə ki, fərqlilik deyiləndə ilk ağla gələn məhz siz olursunuz. Bəli, əlbəttə ki, bu asan ərsiyə gəlmir. Hətta mən hərdən fikirləşirəm ki, bir saç düzümünə görə mən elə gəlir ki, mən bu qədər işlər görmüşəm, konsertlər, yəni ki, mahnılar bəstələmişəm, bugün mənim fəxri adlarım var. Amma mən hərdən elə bir saç düzümüm olur ki, o çox mənə zəhmət, əziyyətlə, mənim hətta başımda saatlarla qalır və görürəm ki, gözlərimə qan yığılıb. Və onda mən fikirləşirəm ki, yorğunçuluqdan əlavə damarları tutur başda, damarların qan devranı dayanır. Amma buna rəğmən dözürsünüz. Mən ona varmıram. Mən o qədər bu sənətin içində, yəni o obrazda özümü elə bir ki, rahat, xoşbəxt hiss edirəm ki, mənə deyirlər ki, gözlərində elə bir qan var. Axıram görürəm, gözümə qan yığılıb. Elə bir hala düşürəm ki, fikirləşirəm, tədbirdən sonra mən evə gedəcəm, mənim bu saçımı kim açacaq?
Açanda bir də görürsən ki, saçımdan mənim ovucla belə dəmir parçaları, yəni ki, saçlar və dəmirlər və hətta mən Qırğızstana getmişdim Isyk-Kol müsabiqəsində. Mənim saçlarımı hörmüşdülər. Bir-bir hamısını zərli iplərlə hörmüşdülər. 10 gün orada qaldım və gəldim. Bir 15 gün mənim saçım elə qaldı. Mən gəlib saçlarımı açanda hörüklərdən, xırda-xırda hörüklər idi 2000-ci ildə. Mənim belə baxdım, gördüm yerdə mənim belə bir taya belə saçım iplərlə belə baxdım. Hətta belə kövrəldim, fikirləşdim ki, bir də mən saçlarımı belə hördürməyəcəm də. Çünki mənim nə qədər saçım töküldü. Sevinirəm ki, doğrudan da saç düzümündə, geyimimdə ilk yəni ki, imza atanlardan oldum öz zamanında və bu belə də davam edəcək. Təşəkkür edirəm, çox sağ olun. Var olun, biz də sizə minnətdarıq. Daim səhnəmizdə gözəl görünməyi arzulayırıq sizə. Çox sağ olun. Sonda bu qənaətə gəldim ki, saç da, makyaj da sadəcə gözəllik deyil, insanın daxili dünyasının səssiz dilidir. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyi ilə. Hələlik!